Salam, hər vaxtınız xeyir. Nizaminin yaradıcılığından yaralı bir uşağın dastanı əsərinin təhlilini verəcəm. Demək, əsər hansı poemaya daxildir? Sirlər xəzinəsi. Buradan yazaq. Sirlər xəzinəsi. Aha. Sirlər xəzinəsi. Poemadırsa demək hansı növdədir? Epik növdə. Epik. Epik növdədir, əruz vəznindədir. Əruz vəznindədir və məsnəv formasındadır. Məsnəvi yəni ikilik. Şeir şəkli beytdir də, bilirsiniz, məsnəvidirsə beytdir. Mənzum hekayədir. Mənzum hekayə, yadınızda saxlayın. Əsas məlumatları verim, sonra əsəri oxuyub təhlil edəcəyik. Mənzum hekayədir, məsnəvi formasındadır. Dili yadınızda saxlayın ki, fars dilindədir. Bizcə Nizami farsça yazıb, fars dilində. Fars dilində yazılıb, bizə təqdim olunan tərcümədir. Yaxşı, vahid süjet xəttinə malikdir. Əslində Sirlər xəzinəsi poeması vahid süjet xəttinə malik olmasa da, yəni vahid süjet xətti yoxdur. Amma bu mənzum hekayə, yəni ümumiyyətlə Sirlər xəzinəsində verilən mənzum hekayələrin özünün süjet xətti var idi. Belə, indi bunu silim, qeydlərinizi götürün, silim, başlayaq. Oxuyub bir-bir təhlil etməyə. Deyir, Azadə böyümüşlər cərgəsindən bir uşaq 2-3 həmyaşı ilə çölə çıxdı keyfi çağ. Yəni, azad böyüyüb də bu uşaq. Həmyaşlı ilə çölə çıxıb, keyfi də yaxşıdır. Elə ki, yola düşdü bu uşaq birdən-birə, yürərkən ayağı sürüşdü, dəydi yerə. Elə bərk yıxıldı, sındı birdən ayağı, qırılmışdı çox yaman, varlığının dayağı. Varlığının dayağı, yəni deyəndə ayağı nəzərdə tutulur. Uşağın yaşıdları batdılar bundan qəmə, hey çarə axtardılar bu qəmə, bu matəmə. Onu sevən bir uşaq, baxın, onu sevən bir uşaq dedi, çarə var gerçək, gəlin onu quyunun lap dibində gizlədərək. Demək, təklifi kim eləyir? Onu sevən uşaq. Quyuda gizlətmək təklifin onu sevən uşaq edir. Gəlin onu quyunun lap dibində gizlədərək. Testlərdə verilə bilər ki, onun düşməni, onu sevməyən, onunla düşmən olan uşaq onu quyuda gizlənmə təklifini verir. Xeyr, onu sevən uşaq verir onu quyuda gizlətməyi. Ta ki bir gündüz kimi olmasın aşkar bu sir, yəni bu sir aşkara çıxmasın. Atasından xəcalət çəkmək yaxşı deyildir. Yəni atasından xəcalət çəkər, yəni atası bilər. Bu hadisə üzə çıxmasın, aşkar olmasın. Oradakı uşaqlardan uzaq görən bir nəfər şikəst olmuş uşağın düşməni idi müxtəsər. Demək, uzaq görən bir nəfər vardı, düşməni olan. Yadınızda saxlayın. Əsərdə həm uşağı sevən uşaq verilir, həm də uşağın düşməni olan uşaq verilir. Yəni, o uşaqların arasında onun da düşməni var idi. Bu halı ölçüb biçdi, sonra düşündü biraz, öz-özünə dedi. Bu sir gizlində qalmaz. Yəni, bu sir əvvəl-axır açılacaq, gizlində qalan deyil. Mən ki, həmin uşağın bir düşməniyəm demək, bu işi eşidənlər yəqin məndən biləcək. Artıq bu düşmən uşağın uzaq görmüşlüyüdür ki, deyir, yəni, nəsə olsa məndən biləcəklər də, bu uşağa bir dənə düşmən varsa mənəm. Onu quyuya atsalar, biləcəklər ki, mən atmışam. Yəni, bununla bir düşmənçilik eləm mənə.
Uşağın atasına gedib tez verdi xəbər. O da gəlib oğluna çarə gördü bir təhər. Hər kimdə ki vardısa ağıllıq cövhəri, o bacarır hər işi, parlar onun gövhəri. Demək ağıllıq cövhəri. Yəni burada ağıllı kim oldu? Düşmən uşaq, sevən uşaq yox, düşmən olan uşaq ağıllı oldu. O bacarır hər işi, parlar onun gövhəri, fələklərin bəndini açar, ancaq o qoçaq ki başa bilsin onun başına bir gün ayaq, fələyin at çoxuna göz yuman gündən bəri Nizaminin işləri keçmişdir fələkləri. Biz əsəri oxuduq. İndi gəlin görək. Bu əsərlə testlərə düşür. Testlərə düşür ki, əsərin ideyası ilə səslənən fikirlər, məsələn, hansı məsələn, atalar sözünə bayatlarda verilib. Bax, yadınızda saxlayın. Birincisi, dost dosta tən gərək, tən olmasa gen gərək. Əsərin ideyası ilə səsləşir. İkinci, dost ilə düşmən pis gündə bəlli olar. Yəni, dost ilə düşmən pis gündə bəlli olur. Burada da dostu da bilindi, düşməni də bilindi. 3. Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx. Ən çox bax bu səsləşir. Deyir, ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx. Onu sevən dostu ağılsız idi. Deyir, ataq quyuya pislik eləmək istəyir daha da. Ataq quyuya aşkar olmasın. Amma dostu, düşməni gedir, xəbər verir atasına. Sonra 4. Ağıl insan üçün ən gözəl zinətdir. Bəli, burada ağıllı kim oldu? Ağıllı uşağın düşməni. Uşağın düşməni olan uşaq üçün hansı xüsusiyyətlər xarakterikdir? Məsələn, bax 1. Ağıllı idi, bəli, ağıllı idi. Sonra 2. Tədbirlidir. 3. Tədbirli hardan bildik tədbirlidir? Tədbirli odur ki, tez getdi. Ağıllı olmasını hardan bildik? Yəni o artıq düşündü ki, məndən biləcəklər də, düşməni mənəmsə məndən biləcəklər. Tədbirli olmasını harda gördü? Getdi tez atasına xəbər verdi ki, uşağın yıxılıb, ayağı qırılıb. O onun tədbirli olmasıdır. Uzaq görən. Bu işlərə uzaq görənliyinin sayəsində əl atır. O uzaq görməsəydi elə deyərdi ki, mənə nəyi atsınlar quyuya, nə olur olsun. Amma uzaq görənliyə bax ki, yəni məndən başqa heç kəsdən görməyəcəklər. Sonra yaxşılıq edir. Bəli, yaxşılıq edir. Düşmən də olsa, yenə də yaxşılıq etdi. Bəyəxşi kimi deyir, ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx. Düşmən də olsa yaxşılığından qalmır. Sonra nə deyə bilərik əsər haqqında? Peki. Əsərin sonunda biz nəyə rast gəlirik? Baxın, müəllifə aid nəsihətamiz bir fikrə. Deyir, fələklərin bəndini açar ancaq o qoçaq ki, başa bilsin onun başına bir gün ayaq. Ki basa bilsin onun başına bir gün ayaq. Fələyin at çoxuna göz yuman gündən bəri Nizaminin işləri keçmişdir fələkləri. Demək, bu fikir müəllifə aiddir və nəsihətamiz xarakter daşıyır. Əsərdə uşağın atasına aid nitq verilməyib. Yəni, uşağın atasının nitqi yoxdur. Yadınızda saxlayın. Sonra, bir də bu sual düşə bilər ki, testlərdə. Əsərdə müəllifə müraciət var. Xeyr, müəllifə müraciət yoxdur. Yoxdur. Əsərdə
sonda. Müəllifin belə deyim də, müəllifin adı çəkilir. Harda? Son beytin ikinci misrasında. Müəllifin adı çəkilir, müraciətdən istifadə olunmayıb. Əsər haqqında bu qədər. Əlavə suallarınız olsa buyurun yazın.